Salam uşaqlar, bu gün sizə əlavəni izah edəcəm. Əlavə nədir? Əlavə özündən əvvəlki üzvün mənasını aydınlaşdıran, konkretləşdirən söz və söz birləşmələrinə deyilir. Məsələn, indi mən yazıram. Tutaq ki, Fatimə müəllim Azərbaycan dili müəllimi bizə az tapşırıq verdi. Tərifində nə dedim? Əlavə özündən əvvəlki üzvün mənasını aydınlaşdırır, konkretləşdirir. Aid olduğu üzvlə eyni suala cavab verir, eyni cümlə üzvlüyündə çıxış edir. Baxın, yazıram, tapşırıq verdi. Cümlənin xəbəridir. Kim? Baxın, mübtədamız. Sonra təzədən onu izah edirəm. Fatimə müəllim. Kim? Azərbaycan dili müəllimi. Artıq bu hissə ki var ha, bu Azərbaycan dili müəllimi. Bu hissə artıq olacaq mübtədanın əlavəsi. Tapşırıq verdi, onların bu əlavəmizə aidiyyatı yoxdur. Əsas bizə lazım olan cümlənin əlavəsini tapmaq idi. Təqdim etdiyim bu nümunədə mübtədanın əlavəsi işlənmişdi. Başqa məsələn, tamamlığın əlavəsi işlənən bir nümunəyə baxaq. Gəncləri bizi mükafatla təltif etdilər. Kimi? Gəncləri. Sonra izah eləyir. Təzədən. Kimi? Bizi. Buradakı bu bizi hissəsi var. Bu cümlədə işlənmiş. Gəncləri tamamlığının əlavəsidir. Aydındırmı? Və yaxud da bunu da qeyd edim ki, əlavələr cümlə üzvündən bir, yuxarıda göstərdiyim nümunələrdən bəlli olduğu kimi tirə ilə ayrılırlar. Bir də vergüllə də ayrıla bilərlər və bəzən vergüllə yanaşı yəni bağlayıcısı da işlənə bilər. Tutalım burada gəncləri bizi mükafatla təltif etdilər də tirə qoymuşdum, düzdür? İndi istəsəm götürürəm bunları, dəyişirəm, bunu eləyirəm vergül. Hanı bu? Vergüllə əvəz edirəm bunu. Yazıram gəncləri, yəni bizi. Yenə də bu cümlədə bizi sözü əlavə olaraq qalır. Gəncləri tamamlığının əlavəsi olacaq. Bir də uşaqlar, hər bir cümlə üzvünün əlavəsi ola bilər. İndi onlara uyğun nümunələr yazmışam. Bayaq nümunə yazmışam burada. Sadəcə indi onları izah edəcəm sizə. Mübtədanın əlavəsinə aid, məsələn, gəlin nümunələrə baxaq. Qalib gəldi. Kim? Sinifin ən yaxşı oxuyanı. Baxın, fe'l sifət tərkibi. Cümlənin mübtədasıdır. Qalib gəldi. Kim? Sinifin ən yaxşı oxuyanı. Sonra yazmışam qarşısına tirə çəkərək qeyd etmişəm Fidan. Demək, bu cümlədəki Fidan nəyin əlavəsidir? Mübtədanın əlavəsidir. Harada qalib gəldi? Olimpiyadada qalib gəldi. Bu da zərfli idi. Sonra Günay mənim bacım universitetdə oxuyur. Oxuyur. Nə edir? Oxuyur. Kim? Günay. Harada? Universitetdə. Yenə də yer zərfliyi. İndi burada sual yaranır. Mənim bacım burada nədir? Günay mübtədasının əlavəsidir. Daha bunun altından təzədən xətt çəkməyə əslində ehtiyac yoxdur. Bu artıq əlavədir. Fidandır, mənim bacımdır. Bunlar bu cümlələrdə mübtədanın əlavəsidir. Və yaxud da xəbərin əlavəsində. Məsələn, yazmışam ki, onun evi orada, kəndin başındaydı. Baxın, bu tipli nümunələrdə uşaqlar bəzən yanlışlıqla səhvə yol verirlər. Səhv də nədən ibarət olur? Məsələn, ikinci nümunədə rahatdır, sevincdir. Odur daha doğrusu. Odur. Kim? Qabaqdan gələn. Burada cümlənin xəbərində odur. Dırdır, durdur vardı yenə. Rahatlıqla xəbəri tapmaq olur. Sevinc də bu cümlədə xəbərin əlavəsi olur. Odur. Kimdir? Sevincdir. Baxın, əlavə ilə eyni suala cavab verir. Bir daha istəyirəm. Əlavə ilə eyni suala cavab verir, eyni cümlə üzvü olur. Odur. Kimdir? Xəbər. Sevincdir. Kimdir? Xəbər. İndi yuxarıdakı nümunədə isə uşaqlar bəzən orada sözündə şəxs sonluğu və ya idiymiş görmədiklərinə görə yanlışlıqla buna yer zərfliyi deyirlər. Ay müəllim, onun evi oradaydı. Axı burada orada sözündə deyir, heç nə yoxdur. Demək cümlədə yer zərfliyidir də harada sualına cavab verir. Xeyr uşaqlar. Baxın, əlavə var burada. Əlavənin sonunda görürsünüz idi işlənib. Əlavənin sonunda idi işlənibsə, demək bu cümlənin xəbəridir. Əgər bu cümlənin xəbəridirsə, aid olduğu üzv də cümlənin xəbəri olur. Onun evi orada idi. Buradakı idi sadəcə olaraq ixtisar edilib. Oradaydı, haradaydı? Kəndin başındaydı. Hara? Onun evi. Və ya tamamlığın əlavəsinə gəlin baxaq.
Yazıb ki, məktəb direktoru qalibləri 9-cu sinif şagirdlərini mükafatlandırdı. Mükafatlandırdı. Nə etdi? Mükafatlandırdı. Kim? Məktəb direktoru. Kimi? Qalibləri. Tamamlıqdır. Sonra təzədən sual verirəm. Kimi? 9-cu sinif şagirdlərini. Görürsünüzmü? Tire ilə ayrılıb cümlənin tamamlığı ilə eyni suala cavab verir və onu izah edir, aydınlaşdırır. Qaliblər dedikdə, yəni mən kimi nəzərdə tuturam? Fidana, qrup yoldaşıma kömək etdim. Nə etdim? Kömək etdim. Kimə? Fidana. Sonra təzədən izah edirəm onu. Yəni bu fidan kimdir? Qrup yoldaşımdır. Kömək etdim. Bu qrup yoldaşıma ifadəsi də burada nə oldu? Cümlənin əlavəsi oldu. Və ya təyinin əlavəsinə gəlin baxaq. Şəhərdəki, mərkəzdəki bayram maraqlı idi. Maraqlı idi. Nə? Bayram. Hansı bayram? Şəhərdəki bayram. Sonra izah edirəm. Haradakı, yəni mərkəzdəki. Buradakı mərkəzdəki sözü şəhərdəki təyininin əlavəsidir. Sonra digər bir nümunədə qeyd etdim ki, sonuncu, yəni 5-ci sıra müəllimi dinləmirdi. Dinləmirdi. Kim? Sonuncu kim? Sıra. Məsələn, sıradakılar anlamında da. Hansı sıra? Sonuncu. Sonra təzədən onu izah edirəm. Burada artıq yəni bağlayıcısından istifadə etmişəm. Bu cümlədə əlavə, vergül və yəni bağlayıcısının köməyi ilə göstərilib. Zərfliyin əlavəsi. Məsələn, deyirəm ki, gün batanda axşam o evə gəldi. Gəldi kim? O. Nə zaman? Gün batanda. Nə zaman? Axşam. Gün batanda axşam olur da belə baxanda. Buradakı axşam sözü gün batanda zaman zərfliyinin əlavəsidir. Şəhərə, futbol meydançasına gedirəm. Nə edirəm? Gedirəm. Haraya? Şəhərə. Yer zərfliyi. Sonra təzədən izah edirəm. Haraya? Futbol meydançasına. Buradakı futbol meydançasına ifadəsi yer zərfliyinin əlavəsidir. Sonra burada fe'li birləşmələr və ismi birləşmələrin asılı tərəfini qeyd etmişəm. Ona görə ki, bəzən bunlar çaşqınlıq yaradır. Düzdür, buraxılış imtahanında bu sualların gələcəyi o qədər də gözlənilmir. Bunlar əsasən qəbul imtahanında mütləq şəkildə müraciət edilən mövzulardır. Amma yenə də mən bunu hər ehtimalı izah edirəm. Baxın, deyirəm ki, gətirdi. Nə? Oxumaq, gələcəyini qurmaq istəyi. Əslində bu cümlənin mübtədası nə olmalı idi? Oxumaq istəyi, düzdür? Amma burada götürmüşəm mən oxumaq sözünü tire ilə ayırmışam. Yazmışam gələcəyini qurmaq istəyi. Biz burada oxumaq sözünü tək başına mübtəda götürə bilərik? Yox. Deyə bilərsən ki, oxumaq gətirdi. Olmur axı. Bu cümlənin mübtədası əslində necə olmalı idi? Oxumaq istəyi. Baxın, ikinci növ təyin söz birləşməsi. Buradakı cümlədə əlavə gələcəyini qurmaq ifadəsidir. Buradakı demək əlavəmiz nə oldu? Gələcəyini qurmaq ifadəsi. Çünki biz tək başına oxumaq sözünü gətirdi fe'li ilə əlaqələndirə bilmirik. Yuxarıdakını daha doğrusu saxlamışam hətta. Yola saldı. Kim? Anası. Nə zaman? Onlar döyüşə gedəndə. Cümlədə bu əslində zaman zərfliyi idi bir yerdə. Amma bəzən uşaqlar yanlışlıqla burada elə bilirlər ki, mübtədanın əlavəsi işlənib. Onlar əvəzliyini görən kimi şəxs əvəzliyidir. Cümlənin əvvəlində gəlib qutardı. Amma biz cümlədə əlaqələndirməyə diqqət etməliyik axı. Siz deyə bilərsiniz ki, onlar yola saldı. Sonra bəs anası cümləsi orada anası sözü var. O zaman bəs o cümlədə nə olacaq? Əgər mən onlar sözünü burada mübtəda götürsəm, alınmır axı. Demək, onlar döyüşə gedəndə burada bir yerdə fe'li birləşmədir. Buradakı onlar sözü fe'li birləşmənin asılı tərəfidir. Xitabın əlavəsinə aid də bir nümunə qeyd etmişəm. Daha doğrusu bir daha qeyd edeyim. Burada Rəsulgil, haranı bu? Rəsulgil ifadəsidir. Burada əlavə. Onlar Rəsulgil. Fe'li birləşmənin asılı tərəfi. Sonra xitabın əlavəsinə gələk. Xitabın əlavəsini qeyd etmişəm. Məsələn, qızım, Fidan, dərsə yaxşı hazırlaş. Qızım sözü burada cümlənin xitabıdır. Əlavəsi də burada Fidan sözüdür. İndi bununla bağlı bir sıra testlərə gəlin. Nəzər salaq ki, mövzumuz möhkəmlənsin. Gəlin buradakı testlərdən baxaq. Məsələn, elə birinci test mənim axırda izah elədiyim sual kimi bir şeydir.
Yazıb ki, qızım, Cəmilə, çox narahat olma. Narahat olma. Əslində bu cümlədə mübtədə sən olmalı idi. Amma sən burada yoxdur. Qızım sözü burada nədir? Müraciət bildirir. Müraciəti də biz bilirik ki, xitab deyilir. Qızım sözü burada xitabdır. Cəmilə sözü də burada xitabın əlavəsidir. Cavabımız da olur B variantı. Və ya keçir məsələn 9-a. Əlavə hansı cümlə üzvünə aiddir deyir. Sahənin məhsuldarlığı xeyli 1-2 artmışdı. Artmışdır. Nə? Sahənin məhsuldarlığı nə qədər? 1-2. Burada xeyli sözü cümlədə kəmiyyət zərfliyidir. Çünki feillə bağlıdır. 1-2 də onun əlavəsidir. Cavabımız da oldu D variantı. 8-ci sual da diqqətimi çəkdi. Yazıb uzaqdan kəndin aşağısından həzin bir tütək səsi eşidilirdi. Eşidilirdi. Nə? Tütək səsi. Necə bir tütək səsi? Həzin, təyin. Haradan? Uzaqdan. Baxın, bu cümlədə uzaqdan sözü cümlənin yer zərfliyidir. Sonra deyirəm təzədən haradan? Baxın, tirə ilə ayrılıb. Bu da nə olur? Zərfliyin əlavəsi. Cavabımız da olur A variantı. Bu tərəfə keçək 13-cü suala. Yazıb ki, verilmiş nümunələr əsasında yanlış fikirləri müəyyən edin. Gülə-gülə bir qız qaçır o səkidən, ürəkciyi xali deyil səkidən. Bülbül yaralı bir qəlb kimi çırpınaraq oxuyurdu. Yazıb ki, birinci nümunənin hər iki misrasında inversiya var. İnversiya nədir? Bu testdə ümumiyyətlə qeyd olunub. Cümlədə söz sırasının pozulması. İnversiya cümlədə söz sırasının pozulmasına deyilir. Yəni, normal bildiyimiz cümlələrdə mübtəda əvvəldə, xəbər isə sonda işlənməlidir. Digər cümlə üzvləri isə indi yerindən asılı olaraq müxtəlif yerlərdə gələ bilirlər. Yəni, təyin həmişə aid olduğu üzvdən əvvəl gəlir. Zərflik bəzən əvvəldə gəlsə də, zərfliklə tamamlıq əsasən xəbərə aid olur. Gülə-gülə bir qız qaçır o səkidən. Bu cümlədə görürük ki, xəbər ortadadır. Demək, bu cümlədə mübtəda var. İkinci cümlədə də xali deyil, yəni xəbərdar deyil. Deyil xəbəri cümlənin ortasında gəlib. Demək, hər iki cümlədə inversiya var. Birinci fikir doğrudur, amma bizdən yanlış fikir istəyirdi. Biri götürmürük. İkinci nümunədə söz sırası pozulmuşdur. Bəli, pozulub. Daha doğrusu, mən burada ürəkciyi xali deyil hissəsinə baxmışam, deyəsən, hə. Gülə-gülə bir qız qaçır o səkidən, ürəkciyi xali deyil səkidən. Birinci nümunənin hər iki misrasında inversiya var. Bəli, o doğrudur. İkinci nümunəyə baxaq. Bülbül yaralı bir qəlb kimi çırpınaraq oxuyurdu. Burada oxuyardı cümlənin sonundadır və burada demək inversiya yoxdur. İkinci nümunədə söz sırası pozulmuşdur ifadəsi nədir? Yanlışdır. Baxın, ikinci nümunə deyir, yəni bu nümunədən söhbət gedir. Birinci fikirdə yazmışdı ki, birinci nümunənin hər iki misrasında, yəni bildiyimiz bu iki misrada. Qabağında 2 yazılan isə ikinci nümunədir. Burada söz sırası pozulmuşdur ifadəsi nədir? Yanlışdır. 2-ni götürürük. İkinci nümunədə zərflik xəbərin yanında işlənib. Bəli, çırpınaraq. Nə cür? 3 də doğrudur. Birinci nümunənin ikinci misrasında mübtədə söz sırasına uyğun işlədilməyib. Xeyr, mübtədə işlənib. Ürəkciyi xali deyil səkidən. Xali deyil nə? Ürəkciyi. Burada söz sırasını pozan xəbərdir. Xəbər xali deyil xəbəridir. Mübtəda deyil. Ona görə cavabımız olacaq nə? 2 ilə 4 C variantı. Sonra baxaq başqa bir suala. Sual azdır ki, burada ümumiyyətlə. Məsələn, 20-ci suala. Zaman zərfliyi əlavəli işlənmiş cümlə. Sabah, noyabrın 3-də yola düşəcək. Yola düşəcək. Nə zaman? Sabah. Nə zaman? Noyabrın 3-də. Bəli, bir də var. İnsanların çoxu bu cür, bizim kimi düşünür. Düşünür, nə cür? Bu cür. Burada tərz hərəkət zərfliyinin əlavəsi var. Ona görə 2-ni çıxırıq. Məktəb müqəddəs yerdir. Baxın, dırdır, durdur. Demək, burada xəbərin əlavəsi var. 3-ü də çıxırıq. Axşam ataları evə gələndə bu barədə məlumat verməliyik. Verməliyik. Nə zaman? Axşam. Nə zaman? Ataları evə gələndə. Bəli, 4-də də işlənib. Fikri yenə irəlidə monitoring iştirakçılarının görüşəcəyi yerdə idi. Harada idi? Fikri demək harada idi? Onun irəlidə idi. Burada xəbərin əlavəsi işlənib. 5-i də çıxırıq. Xəbərin əlavəsi olduğunu hardan bilirəm? Bu yerdə idi sözündən sonra idi gəlib oradan. Demək, bu cümlədə cavabımız oldu 1-dən 4.
20-ci suala da baxaq. Əlavələrlə bağlı düzgün fikirlər. Əlavələr aid olduğu üzvdən həmişə tirə işarəsi ilə ayrılır. Bu səhv fikirdir. Çünki az öncə də qeyd etdim. Vergüllə və yəni ilə də ayrıla bilər. Əlavə cümlənin ortasında da işlənə bilər. Bəli, niyə də olmasın? Bütün cümlə üzvlərinin əlavəsi ola bilər. Doğrudur. Əlavəyə aid olduğu cümlə üzvünün əvvəlində də işlənə bilir. Xeyr, əvvəl işlənə bilmir, sonra işlənə bilir. Cavabımız da oldu nə? 2 ilə 3. 22-yə də baxaq, daha sonra isə bəlkə başqa bir testlərdən də izahlar verdim. Babamgilin evi kəndin ən səfalı yerində, meşənin kənarında idi. Baxın, yenə də idiyə əsasən deyə bilərəm ki, kəndin yerində xəbərin əlavəsi işlənib burada. 2-yə getdi A. Burada aşağı, Arağıza doğru yol gedirdi. Baxın, yol gedirdi. Haraya? Aşağıya, Araza. Burada yer zərfliyinin, qısacası zərfliyin əlavəsi var. B. Elxan, əziz qardaşım, təslim ol. Burada vergül olduğuna görə, müraciət olduğuna görə bu xitabdır. Təslim olun mübtədası sən olmalı idi. Elxan olmur. Sən təslim ol. Elxan təslim olunmur ki. Sonra hara getdi bu? Bu heç birinə getmədi. Ağ xalatlı tibb bacısı. Gənc qız hamıdan əvvəl xəstəyə yaxınlaşdı. Yaxınlaşdı kim? Qız. Hansı qız? Tibb bacısı. Burada təyinin əlavəsi var. Burada da yox, daha doğrusu burada mübtədanın əlavəsi var. Yaxınlaşdı kim? Tibb bacısı. Sonra izah eləyir gənc qız. Demək, D getdi 1-ə. Bura bizim ata-baba yurdumuz, doğma kəndimizdir. Bəli, dırdır-dura əsasən yenə deyə bilərik ki, bu da xəbərin əlavəsidir. 1-ə getdi D, 2-yə getdi A, E, 3-ə də getdi B variantı.